Deməli, mənim yanıma təxminən 2016-cı il, indi kim yadındadır, baba bir nəvəsini gətirdi. Nəvə özdə mən pediatr deyiləm. Uşağın hardasa 13 yaşı var idi. Ki, doktor, siz hökmən bunu müayinə eləməlisiniz. Mən deyim, mən pediatr deyiləm. Dedi, doktor, mən sizə inanıram, ailəm müayinə eləyim. Fikirləşdim ki, bir fonendoskop da taxacam qulağıma müayinə eləyəcəm. Və uşağı dinlədim. Ətraflı 3 aydır uşaq bəlğəm gətiricilər. Bronxolitiklər atır, bronxodilatatorlar atır. Deməli, yəni bronx genişləndiricilər, bəlğəm gətiricilər və ilə və s. Uşaq sağalmır, antibiotiklər vurublar uşağa külli miqdarda. İnanın mənə. Uşağın ağciyərinə qulaq asdım. Aşağı paylarda yaş qırıldılar. Sətalcama heç ağlım getmədi. Yəni pnevmoniya. Çünki orada temperatur ola bilərdi. Qulaq astım uşağın ürəyinə. Baxdım, gördüm. Aorta qapaqlar üzərində və 5-ci nöqtədə, 3 taylı qapaqlar üzərində elə fitvari küylər eşidilir. Dərhal dedim ki, sizin uşağın ürəyində qüsur var. Baxın, ürək xəstəliklərində, eyni zamanda ürək qüsurlarında da öskürəklər olur. Bu zaman öskürək əleyhinə dərman verməyin əhəmiyyəti yoxdur.